Salam, hər vaxtınız xeyir olsun əziz CBC Sport tamaşaçıları. Təkbətək verilişinin bu dəfəki qonağı UEFA Hakimlər Komitəsinin üzvü Bjorn Kuipersdir. Xoş gördük sizi. Azərbaycanda görməyə çox şadıq və istəyirik ki, əvvəlcə Bakı barədə təəssüratlarınızı öyrənək. Oh yes, but it's not the first time I visit Baku. It's the second time. Bu mənim Bakıya ilk səfərim deyil. Hələ hakim kimi fəaliyyət göstərdiyim vaxt Avro 2020 Bakıda keçiriləndə 4-1 finalda Çexiya-Danimarka maçını idarə etmək üçün bura gəlmişdim. İndi başqa statusdayam. Bu dəfə UEFA Hakimlər Komitəsinin üzvü olaraq gəlmişəm. Burada hakimliklə məşğul olan çoxlu, həqiqətən fantastik insanlar görürəm. Təkcə hakimlər deyil, çoxlu başqa mehriban insanlar var. Onlar bacardıqlarının ən yaxşısını etməyə çalışırlar. Azərbaycanlı hakim Tofiq Bəhramov barədə soruşmaq istəyirdim. Ümumiyyətlə, tanıyırsınızmı Tofiq Bəhramovu və onun çox məşhur bir qərarı var idi. O barədə istəyirdim sizdən soruşaq. Yes, I don't know him personally. Tofiq Bəhramovu şəxsən tanımıram, amma bilirəm ki, burada onun adına stadion var. Bu, həqiqətən fantastikadır. 1966-cı il Dünya Çempionatında İngiltərə-Almaniya maçını idarə edib. Əlbəttə ki, adını çox eşitmişəm, amma real həyatda heç vaxt rastlaşmamışam. Tofiq Bəhramov dünyada ilk hakimdir ki, onun adına Azərbaycanda stadion var. Və siz istəyərdinizmi sizin adınıza stadion olsun? Oh, that's something special. No, I don't think referees should have a. Bu çox özəl bir şeydir. Hakimlərin adına stadion olmalı olduğunu düşünmürəm. Lakin bu, Azərbaycan tərəfindən fantastik bir ideyadır. Əgər belə bir şansım olarsa, niyə də yox? Amma mənim düşüncəmə görə hakim oyun sahəsində görünməz olmalıdır. Əgər vacib qərar qəbul etmək lazım gələrsə, o zaman görünməlidir. Bəs hazırki hakimlərimizdən tanıdıqlarınız, bəyəndikləriniz varmı? Oh, for sure I know your current referees and of course I follow. Əlbəttə, hazırda karyerasını davam etdirən hakimlərinizi yaxşı tanıyıram. Təbii ki, onları çox yaxından izləyirik. Beynəlxalq dərəcəli 3 hakiminiz var. Hazırda Əliyar, Elçin və Kamal. Çox yaxşı işlər görürlər. Amma deməliyəm ki, ümumilikdə Azərbaycandakı hakimlər işlərini çox yüksək səviyyədə yerinə yetirirlər. Bu görüş ərzində şahid oldum ki, onlar həqiqətən çox çalışırlar, bir ailə kimi hərəkət edirlər. Söhbət təkcə individual səviyyədən getmir, onlar özlərini ailənin bir üzvü kimi hiss edirlər. Bir-birlərini dəstəkləyirlər. Çünki hakimlik etmək asan iş deyil. Bu ağır, çətin ola bilər, amma mən gördüm ki, onlar bir-birlərinə kömək etməyə çalışırlar, bir-birlərindən nələrsə öyrənmək istəyirlər. Onlarla şəxsiyyət, liderliyi, oyunu idarə etmək haqqında söhbətlər etdim. Düşünürəm ki, Azərbaycanda hakimliyin bu səviyyədə olmasına görə sevinməlisiniz. Və bununla fəxr etməlisiniz. Çünki daha əvvəl qeyd etdiyim kimi, hakim olmaq asan iş deyil. Ona görə də Azərbaycandakı hakimliyin səviyyəsi ilə qürur duymalısınız. Azərbaycanda hakimliyin indiki səviyyəsini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, nələri təkmilləşdirmək olar? Əvvəlcə kapitan hakim əməkdaşlığından başlamalıyıq. Yalnız kapitanlar hakimlə danışa bilər. Buna Avro 2024-də başladıq. Start yaxşı alındı deyə bilərik. Lakin kapitan və hakimlər arasında həqiqətən yaxşı əlaqə yaratmaq üçün daha sıx işləməliyik. Kapitan hakim əlaqələrini daha yüksək səviyyəyə daşımaq təkcə Azərbaycanın yox, bir çox ölkələrin inkişaf etdirməli olduğu məsələdir. Siz dünya və Avropa çempionatlarının finallarına demək olar ki, ən çox təyinat alan hakimlərdən birisiniz. Eyni zamanda UEFA Çempionlar Liqasında və digər mühüm maçlarda iştirak etmişsiniz. Sizin üçün ən çətin qarşılaşma hansı olub? The most difficult one. Yes. Ən çətin keçən görüş, təbii ki, hakimlər karyerası ərzində bir çox çətin oyunlar olur. Amma mənim üçün ən çətin maç hər hansı bir final oyunlarından biri deyildi. Ən ağır keçən görüş Londonda Stamford Bridge-də Chelsea və Paris Saint-Germain komandaları arasında oynanılan qarşılaşmaydı. Hə, bu mənim ən çətin oyunum idi. Amma məndən soruşsaq ki, sənin üçün ən dəyərli qarşılaşma hansı olur? Düzdür, hər maç dəyərlidir. Hər maç idarə etməyimizə dəyər, amma UEFA Çempionlar Liqasının finalı və Avropa Çempionatının finalı digər oyunlarla müqayisədə olduqca xüsusidir. Çünki qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının finalını idarə etmək, eyni zamanda Avropa Çempionatının finalında ədaləti qorumaq çox özəldir. Nəyə görə Stamford Bridge-dəki maç sizin üçün çətin olub?
Bilirsiniz, biz hakimlər bəzən səhv edə bilərik. Mən həmin oyunda bir futbolçunu meydandan kənarlaşdırdım. Bir situasiyada ona birbaşa qırmızı vərəqə göstərdim. Amma bu futboldur, burada hər şey baş verə bilər. Çünki biz hamımız insanıq. Biz hakimlər qərarları saniyələr içində veririk. Qırmızı vərəqə barədə 5 dəqiqə düşünə bilmirik. Bu saniyələr içində verilən bir qərardır. Penalti qərarı cəmi bir neçə saniyə verilən qərardır. Biz səhv edə bilirik. Həmin maçda meydanda şəxsiyyətlər yüksək səviyyəli idi. Bəzən elə vəziyyətlər yarana bilər ki, onu səhv bir şəkildə mühakimə edə bilərsiniz. Bu mümkündür. Əgər sizdən futbolda bir qaydanı dəyişmək istənilsəydi, hansı qayda olardı, nəyi dəyişmək istəyərdiniz? So football is one of the best sports in the world. Futbol dünyadakı ən yaxşı idman növlərindən biridir. Əslində mən çox şey dəyişmək istərdim. Bilirsiniz, son zamanlarda bəzi şeylər dəyişik. Futbola VAR sistemi gəlib. Çünki əgər hakimlər meydanda oyunun nəticəsinə təsir edə biləcək səhvlərə yol versələr, VAR buna müdaxilə edib hakimə kömək edərək onun işini asanlaşdırır. Hakimin səhv qərarını düzəldə bilər. Bu, hakimlərə kömək etmək, eyni zamanda oyunun daha ədalətli keçməsini təmin etmək üçün fantastik yoldur. Hazırda futbolda hansısa qaydanın dəyişməsi barədə nəsə deməli olsam, bu yəqin ki, ofsayd olar. Bilirsiniz ki, barmaq öndə olanda, burun öndə olanda bu oyundan kənar vəziyyət hesab olunur. Amma qeydə alınmayan qollardan daha çox irəliyə baxmaq lazımdır. Bunu necə dəyişə biləcəyimizi düşünməliyik. Heç olubmu ki, hansısa bir maçdan sonra ya oyunçu, ya məşqçi oyundakı hərəkətinə görə gəlib sizdən üzr istəsin, bir davranışına görə üzr istəsin? Əlbəttə, hər bir hakimin oyundan sonra baş məşqçi ilə və ya futbolçu ilə söhbət etdiyi anlar olur. Bilirik ki, futbolda son illərdə VAR sistemi tətbiq olunur. Bəs bu sistem, deyə bilərikmi, hakimlərin işini asanlaşdırır? Bildiyiniz kimi, meydandakı referi qərar qəbul etməlidir. O, oyun zamanı komandaların taleyinə cavabdeh olan şəxsdir. Biz meydanda əsl şəxsiyyətlər görmək istəyirik. Biz meydanda fərqli qərarlar qəbul etdikdən sonra güclü qalan hakimlər görmək istəyirik. Amma əgər referi vacib məqamda səhv qərar verərsə, VAR sistemi düyməyə basaraq referiyə deyir ki, mən sənə ikinci şansı verirəm. Buyur, fəlakətin qarşısını al. Əgər hakim bu hadisənin qarşısını alırsa, səhvini düzəldirsə, deməli özünü xilas edir. Çünki bu, bir növ kiminsə sizə rahat eniş üçün paraşüt verməsi kimidir. VAR sistemindən narazı olanların da sayı az deyil. Bəs siz necə VAR sistemini futbol üçün necə qiymətləndirirsiniz? Necə təsir göstərir futbola? For me, without VAR, Mənə görə artıq VAR sistemi olmadan futbolu təsəvvür etmək mümkün deyil. VAR futboldan ayrıla bilməz. Çünki artıq hansısa oyunda VAR sistemi olmayanda insanlar onun harda olduğunu soruşurlar. Mənim üçün birinci məsələ VAR-ın futboldan ayrılmamasıdır. Çünki əgər meydanda vacib anda səhv bir qərar qəbul olunarsa, biz onu düzəldə bilərik. Bu oyunda penaltinin olub-olmamasını da aydınlaşdırır. Çünki bəzən şübhəli məqamlar yaradır. VAR futboldakı ən yaxşı elementlərdən biridir. Maçın səhəri günü biz kofe içərək həmin qərarları müzakirə edirik, həmin hadisələr barəsində danışırıq. Yəni, mənim fikrimcə, VAR sisteminin tətbiqi futbol üçün çox vacibdir. Sizə görə hakimliyin çətin yönləri hansılardır? Hakimliyin ən çətin yönü onlara qarşı hörmətdir. Amma indi futbolda vacib dəyişikliklər etmişik. Yalnız kapitan və referi bir-biri ilə danışa bilər. Bu bir növ əməkdaşlıqdır. Fərqli bir şeydir. Amma futboldakı bu yeni rolu yaxşı mənada tətbiq edənlər təkcə hakimlər deyil. Biz qərarın səbəbini səbirlə dinləyən, mesajın nə olduğunu anlayan futbolçuları da tərifləməliyik. Eyni zamanda məsələnin nə olduğunu başa düşməyə çalışan məşqçiləri də qeyd etməliyik. İndi ötən illərlə müqayisədə oyun meydançasında daha çox düzgün davranışlar görürük. Bu, futbol adına çox pozitiv haldır. Təkcə meydanda oynayan futbolçular üçün yox, həm də evdə, televizordan oyunu izləyən insanlar üçün də olduqca yaxşı haldır. İndi simulyasiya daha az olur, daha az qırmızı kartlar qeydə alınır. Çünki bilirlər ki, VAR bunu yoxlayacaq. Kapitanla hakim arasında əlaqə ən yüksək səviyyədə olmalıdır. Onlar birlikdə işləməlidir, sıx əməkdaşlıq etməlidir. Keçmiş hakimlərdən danışsaq, ən çox kimi bəyənirsiniz və kimi peşəkarlıq nümunəsi adlandırardınız?
I never had one referee in my mind. Heç vaxt ağlımda konkret bir hakim olmayıb. Əgər indi məşhur referilər haqqında düşünsək, bizim Avropada çoxlu populyar hakimlərimiz olub deyə bilərik. Another referee which you can learn some things of. Siz hər hansı başqa bir hakimdən nələr öyrənə bilərsiniz, amma heç vaxt originalı kopyalaya bilməzsiniz. Çünki kopya hər zaman orijinaldan pis olacaq. Özün olmalısan, öz qərarına güvənməlisən, fərqli qərar qəbul etməkdən qorxmamalısan. Bu, hakimlər üçün zehni hazırlıqdır. Hər zaman öz şəxsiyyətinizə sadiq qalmalısınız. Always stay close to your own personality. Son illərdə artıq qadın hakimlər də vacib oyunlara təyinat alırlar. Bu barədə fikirlərinizi eşitmək istəyərdim. That's of course very positive because Əlbəttə, bu olduqca müsbət haldır qadın hakimliyi. Eyni zamanda qadın futbolu çox inkişaf edir. Bu, stadiondakı azarkeş sayını da daha da artırır. Qadınların son Avropa çempionatında, həmçinin Çempionlar Liqasında da gördük. Həm kişi, həm də qadın futbolu inanılmaz dərəcədə gözəldir. Qadınların hakimlik etməsi fantastikdir. Kişilərin hakimlik etməsi də həmçinin. Bir sözlə, mən həm qadın futbolçuların çıxışına, həm də qadın hakimlərin olmasına görə çox sevinirəm. I'm very happy about the performance of women football, but also about women referees. İndi dünyada başqa ölkələrdən hakimlər dəvət etmə halları çoxalıb. Necə düşünürsünüz? Bu həmin ölkənin hakimləri üçün haqsızlıq deyilmi? Mənim fikrimcə oyunlara başqa ölkələrdən hakimlər dəvət etməməliyik. Siz öz referlərinizə güvənməlisiniz. Onların özlərini inamlı hiss etmələrini təmin etməlisiniz. Siz öz turnirinizdə daha rahat olmaq üçün öz hakimlərinizə diqqət yetirməlisiniz. Düşünürəm ki, başqa ölkələrdən hakim dəvət etmək heç də yaxşı ideya deyil. 2019-cu ildə Çempionlar Liqasında keçirilən Inter-Barcelona oyununda 3 qolu ləğv etmişdiniz. Çox səs-küy yaratmışdı bu oyun və çox tənqidlərə məruz qalmışdınız. Həmin oyunu necə xatırlayırsınız? Əlbəttə, həmin oyunu Inter-Barsa maçını xatırlayıram. Amma oyunda baş verən bütün hadisələr yadımda deyil. Çünki həmin oyunun üzərindən bir neçə il keçib. Bu müddət ərzində bir hakim çoxlu başqa oyunlar idarə edir. Ona görə də tam yadımda deyil. Amma ümidvaram ki, həmin oyundakı bütün qərarlarım düz idi. Əmin deyiləm, amma səhv qərar verdiyim hansısanı xatırlamıram. Karyeranız ərzində heç peşman olduğunuz qərar vermisinizmi? Əlbəttə ki, məncə hər kəsin karyerasında sonradan peşman olduğu bir qərar olur. Bəs bu qərar sizə necə təsir edib? Bu, beynin hazırlığı ilə bağlıdır. Təkcə hakimlər yox, elə sizin də, televizordan bizi izləyən insanların da hər kəsin həyatında peşman olduğu anlar olub. Əgər verdiyiniz bir qərardan razı qalmırsınızsa, bu barədə düşünərək bu səhvdən nəsə öyrənməlisiniz. Səhvlərdən dərs çıxarmalısınız, onları bir qutuya qoyub bağlamalı, bundan sonra qutunu açmamalısınız. Bundan çıxardığınız dərslə növbəti dəfə başqa bir situasiyada düzgün qərar verməlisiniz. Çünki düşünürəm ki, uğur qazanmağın yolu özünü yaxşı səviyyədə hazırlamaqdan keçir. Uğursuzluqlardan nələr öyrənməlisən və daha çox çalışmalısan. Bu, uğur qazanmağın əsas sirridir. Cənab Köpəz, təşəkkür edirik sizə bizim suallarımızı cavablandırdığınız üçün. Ümid edirik ki, qarşıdakı illərdə də sizi Azərbaycanda, ölkəmizdə görərik. Gözəl suallarınıza görə təşəkkür edirəm. Əziz izləyicilər, Təkbətəkin bu dəfəki qonağı UEFA Hakimlər Komitəsinin üzvü, hakim inspektor Björn Kuipers idi. Sağ olun, salamat qalın, Sepsi Sport izləməyə davam edin.